Şərhlər bölməsində bir sual var. Bir nəfər soruşur ki, zəhmət olmasa, bəda anlayışını izah edə bilərsinizmi? Bəda anlayışı İslam dinində çox vacibdir. Xüsusilə Şiə İslamda bu düşüncə mövcuddur ki, bəzi hadisələr məhdumdandır, yəni qaçılmazdır, mütləq baş verilməlidir və dəyişdirilə bilməz. Amma elə hadisələr də var ki, onlar dəyişə bilər. Yəni, onlarda bəda baş verə bilər. Bəda sözünün mənası odur ki, bir şey əvvəl bir cür təqdir olunmuşdu. Amma sonradan başqa cür oldu, dəyişdi. Muhammed və Ali Muhammedin rəvayətlərində 5 hadisənin qaçınılmaz olduğu qeyd olunur. Və bu hadisələrin hamısı Mehdinin dövrü ilə əlaqəlidir. Bu rəvayətlərə görə qaimdən əvvəl gələn yamani qaçınılmaz əlamətlərdəndir. Qaimin özü də qaçınılmaz əlamətlərdəndir. Süfyani də bu əlamətlərdəndir. Eləcə də Nəfs-i Zəkiyyənin öldürülməsi və xəsf bil-beyda, yəni Beyda çölündə bir ordunun yerə batması. Bunların hamısı qaçılmaz və mütləq baş verəcək əlamətlər sırasındadır. Bu əlamətlərin hamısı qaimin özü və onunla bağlı hadisələr ətrafında cəmlənir. Yəni, qaimdən öncə onun sələfi yamani gəlməlidir. Bu əlamət artıq baş verib və təsdiqlənib. Qaimin özünün zuhuru artıq baş verib, o buradadır. Süfyani də zuhur edib və o da hazırda həyatdadır. Qalan 2 əlamət olan Beyda çölündə batma və Nəfs-i Zəkiyyənin öldürülməsi hələ baş verməyib. Amma bu hadisələr mütləq baş verməlidir. Onların qarşısını almaq mümkün deyil. Rəvayətlərə görə Nəfs-i Zəkiyyənin öldürülməsi qaimin qiyamından 15 gün əvvəl baş verir. Bu şəxs qaimin yaxın əshabından biri, onun üçün çox əziz və dəvətdə mühüm rola malik olan biridir. Bəzi rəvayətlərdə bu şəxsin adı Muhammed bin Həsən olaraq çəkilir. O öldürülür, sui-qəsdə uğrayır. Nəticədə qaim qiyam edir və qaimin əzəli düşməni Süfyani onunla mübarizə aparmaq üçün ordu göndərir. Bu ordu isə Beyda adlı bölgədə yerə batır. Bunlar qaçınılmaz əlamətlərdir. Nə olursa olsun baş verməlidir. Digər hər şey isə insanların əməl və qərarlarından, vəziyyətdən asılı olaraq dəyişə bilər. Bəda anlayışı təkcə İslamda yox, eyni zamanda xristianlıqda və yahudilikdə də peyğəmbərlərin hekayələrində mövcuddur. Məsələn, Yunus peyğəmbərin hekayəsində. Allah Ninova xalqının məhv ediləcəyinə, onlara əzab gələcəyinə dair hökm verir. Bu xəbəri, bu kəhanəti Yunusa bildirir. Yunus da xalqına bunu bildirir və yaxınlaşan əzabdan xalqını xəbərdar edir. Rəvayətdə deyilir ki, o, şəhəri tərk edib bir dağa çəkilir. Oradan şəhərə baxmağa başlayır. Ertəsi gün oyananda görür ki, şəhərə vəd edilən əzab gəlməyib. Burada bəda baş verir. Yəni, Allahın planında dəyişiklik olur. O, əzabı dəyişdirir, təxirə salır, ləğv edir. Çünki xalq tövbə edir və bağışlanma diləyir. Bu səbəbdən Allah da onları bağışlayır. Eyni ilə, əgər insanlar Mehdiyə və ya qaimə dəstək versələr, axır zamanda gözlənilən bir çox bəlaları və əzabları uzaqlaşdıra bilərlər. Əgər haqqa dəstək versələr, bəzi kəhanətlərdə göstərilən millətlərin məhv edilməsi hadisələri dəyişə bilər. İnsanlar haqqa dəstək versələr, dəyişikliklər baş verə bilər. Əgər insanlar haqqa dəstək verməyib, özlərinə başqa yol seçsələr, əgər qaimin özü fərqli və ya bir çeşid addımlar atsa və ya fərqli istiqamətlərə başvursa, bu da onunla bağlı bəzi kəhanətlərin dəyişməsinə səbəb ola bilər. Əgər insanlar haqqa dəstək verməyib, özlərinə başqa yollar seçsələr, əgər qaimin özü fərqli və ya bir çeşid addımlar atsa və fərqli istiqamətlərə başvursa, bu da onunla bağlı bəzi kəhanətlərin dəyişməsinə səbəb ola bilər. Məhz buna görə də İmam Əhməd Əl-Həsən əleyhissalam ilə danışdığım zaman və qiyam dövründə baş verəcək əlamətlər və hadisələr barədə müzakirə etdiyimizdə, İmam dedi ki, qaçılmaz əlamətlər istisna olmaqla hər şey dəyişə
və bəda ola bilər. Bu isə o deməkdir ki, Mehdi mütləq şəkildə rükn və məqam arasında zühur etməlidir deyə bir qayda yoxdur. O əvvəlcə mütləq yaxın şərqdə hökm etməlidir deyə bir məcburiyyət də yoxdur. O istənilən yerdə zühur edə bilər. Plan daş üzərində yazılmış kimi dəyişməz deyil. Necə ki, Muhammed Peyğəmbərin sallallahu aleyhi və aleyh dövründə şəriət daşın üstünə yazılmamışdı. Əksinə, o dövrdəki insanların əməllərinə uyğun nazil olurdu. Yahudilər Muhammed Peyğəmbərlə məsxərə etdikləri və onu rədd etdikləri zaman o kədərləndi və Allah ona əmr etdi ki, üzünü Qüdsdən Məscidül Hərama, Məkkəyə, Kəbəyə tərəf çevirsin və namaz üçün yeni qiblə olaraq ora təyin olunsun. Bu da əvvəl təqdir olunmuş qiblədən fərqli bir istiqamət idi. Başqa bir bəda da İsra və Meyrac hadisəsində baş verir. Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyh Meyrac gecəsində Allahın hüzuruna qalxır və Allah ona əmr edir ki, ümmətinə gündə 50 dəfə namaz qılmağı əmr etsin. Peyğəmbər yerə qayıdarkən Musa əleyhissalam ilə qarşılaşır və Musa ona deyir ki, sənin ümmətin buna dözə bilməz. Mənim ümmətim gündə 3 namaza belə tab gətirmədi. Bunun üzərinə Peyğəmbər yenidən Allahın hüzuruna qayıdır və Allah əvvəlki hökmünü dəyişir. Yəni burada Allahın ilkin hökmündə bəda baş verir. Plan dəyişir. Biz həmçinin inanırıq ki, bu İsa Peyğəmbərin dövründə də baş vermişdi. İsa əleyhissalam xalqlara hökm etmək üçün göndərilmişdi. O bir Məsih, bir rəhbər idi. Amma İsrail oğullarının dəstək verməməsi və əməllərin nəticəsində bəda baş verdi və İsa'nın missiyası yarımçıq qaldı. Onun yerinə yetirməli olduğu bir çox vəzifə təxirə salındı və o ikinci dəfə gəlməlidir. Və ya bu vəzifələrin bir hissəsi Muhammed Peyğəmbərə və onun nəslinə verildi. Yəni insanlar bugün deyirlər ki, Mehdi belə olmalıdır, elə olmalıdır və s. Bütün bunlar dəyişə bilərmi? Bəli, bunların hamısı dəyişə bilər. Bəs bu o deməkdir ki, hər şey dəyişəcək? Əlbəttə ki, yox. Və biz gördük ki, bu səbəbdən də bu dəvətdə, rəvayətlərdə qeyd edilən çoxlu kəhanətlər artıq baş verib. Bu o deməkdir ki, ən vacib məsələlər qorunub saxlanılıb. Yəni bir xilaskar, qaim var və biz ona tabe olmalıyıq. Eyni zamanda yəmaniyə tabe olmaq da vacibdir. Çünki o, məxluqat üzərində bir hüccətdir. Bu iki əlamət artıq baş verib. Hidayət yolu aydınlaşdırılıb. İslamın düşmənləri həmişə olacaq və bu düşmənlər Süfyaninin şəxsində təcəssüm tapıb. Bu hadisələr aydındır. Bəzi əlamətlər mütləq baş verməlidir. Onlardan başqa isə hər şey dəyişə bilər. Nə olur olsun. Və bu, insanlar üçün Peyğəmbərə iman etməmək üçün bir bəhanə ola bilməz. Buna görə də biz bəda anlayışını bir çox rəvayətlərdə görürük. Məsələn, Nuh Peyğəmbərin rəvayətində. O xalqına vəd etmişdi ki, əgər xurma toxumunu əksələr və ağac böyüsə, tufan gələcək. Cəmaət ağacı əkdi, ağac böyüdü, amma tufan gəlmədi. Bu onların imtihanı idi. Daha sonra Allah bu vədi təxirə saldı və 10 xurma ağacı əkildikdən və onların hamısı böyüdükdən sonra tufan gəldi. Yəni Allah öz planını dəyişmək, hətta tamamilə ləğv etmək hüququna malikdir. Və bu, Allahın özünə saxladığı bir haqdır və buna bəda deyilir. Or to cancel parts or aspects of his plan altogether, and this right which God reserves to himself is called bid'ah.